Salam, mən Telli Bayramova. Artıq 9 ildən çoxdur ki, ingilis dilində riyaziyyat dərsi keçirəm və dünyanın ən yaxşı universitetlərində təhsil alan tələbələrimə bu yolda dəstək olmuşam. Artıq bilirsiniz ki, Çin dünyanın ən qabaqcıl təhsil verən ölkələrindən biri siyahısına girib və qəbul sistemini get-gedə çətinləşdirir. Yəni artıq SAT deyil də onların özlərinin CSA imtahanını verməlisiniz ki, oranın Çinin dövlət universitetlərində xüsusilə təqaüdlə təhsil ala biləsiniz. Qeyd edim ki, təqaüdsüz təhsil üçün də universitetlər bu imtahanı, bu sertifikatı istəyir. Gəlin detallı baxaq. Deməli, CSA imtahanı üzrə bələdçi kitabçasını aşağıda yerləşdirəcəm. Siz ondan istifadə edə bilərsiniz və suallarınız olarsa, mən bunu cavablamaqdan məmnun olaram. Çin universitetləri artıq dediyim kimi yeni qəbul sistemi həyata keçirir ki, öz ölkəsinə yaxşı savadlı tələbələrin gəlib dəstək olmasını artırsın. Deməli, CSA imtahanı nədir? China Scholarship Competency Assessment. Əsasən bunu scholarship almaq üçün istifadə etsələr də, hal-hazırda dediyim kimi dövlət universitetlərində və yaxşı universitetlərdən qəbul almaq üçün bu imtahanı verməlisiniz. Burada mündəricət hissəsi var. Artıq biz onu indi hissə o haqqda danışacağıq, bütün hissələr haqqında və bələdçi haqqında önəmli olan bir şey demək istəyirəm ki, bu imtahan sistemi tamamilə yenidir və siz, yəni tamamilə yenidir, bütün bunlar hər gün yenilənir. Yəni mənim bura yazdığım tutam ki, bu proqramı 2 həftə əvvəl hazırlamışamsa, bu 2 həftə ərzində də müəyyən şeylər dəyişə bilər və mən sizə link verəcəm ki, siz oradan davamlı olaraq girib baş verən yeniliklərdən xəbərdar olasınız. Belə, gəlin baxaq növbəti hissələrimizdə nə var? CSA nədir və imtahanı necə başa düşək? Bu səhifədə gəlin biz danışaq CSA ümumiyyətlə nədir? Bayaq dediyim kimi CSA China Scholarship Competence Assessment-dir. Hansı ki, əgər siz bakalavra Çində təhsil almaq istəyirsinizsə, bu imtahanı verməlisiniz. Okay. Deməli, biz bilirik ki, tələbələr Çinə A-level, IB və yaxud da SAT imtahanlarına daxil olurdular. Amma bu IB sistemi, SAT sistemi və yaxud da A-level sistemi tamamilə bir-birindən fərqlənir daha doğrusu. Ona görə də Çin istəyir ki, vahid bir imtahan sistemi çıxarsın ki, gələn bütün tələbələr ortalama eyni səviyyədə olsun. Mənim Çində təhsil alan tələbələrim bura gələndə biz danışırdıq və onlar dedi ki, Gaokao adlı imtahan var və Çində mərkəzləşdirilmiş bu imtahan sistemidir. Bütün tələbələr universitetdə oxumaq istəyirlərsə bu imtahanı verməlidirlər. Hal-hazırda CSA imtahanı da sırf həmin imtahana bənzəyir. Sadəcə bu beynəlxalq tələbələr üçündür. Əsas faktlar. İlk qlobal imtahan 21 dekabr 2025-ci ildə olub. 2026-cı ildə yanvar, mart, aprel və iyun, dekabr aylarında imtahan olacaq. Martın 15-i imtahandır, səhv eləmirəmsə tələbələr üçün və 2028-ə qədər bütün müraciətlər üçün məcburi olacaq bu imtahan. Ona görə yaxşı olar ki, artıq siz başlayasınız və bu imtahanda Çində təhsil almaq istəyirsinizsə, bu imtahanda məşğul olasınız. Bizə əsas problem bilirsiniz nədir? Tələbələr gəlir və 11-ci sinifin əvvəlində deyirlər ki, müəllimə, mən filan ölkədə və çox yaxşı universitetlərdə təhsil almaq istəyirəm. Baxın, 11-ci sinifdə bu uşaq IELTS alır bir ilin içində. Dövlət İmtahan Mərkəzinin attestat imtahanını verir və həmçinin SAT olsun, CSA olsun və digər imtahanlara hazırlaşır. Bunun bir ilin ərzində hazır olmağı nə qədər mümkün görsənir? Görsənmir. Baxın, IELTS-in 2 il vaxtı var, SAT-nin 2 il vaxtı var, CSA imtahanında indi deyəcəm, yenə 2 il vaxt var. Ona görə 9-un imtahanını verdimi tələbələr, övladlarınız, əziz valideynlər? Çalışın, 9-un imtahanını versin, bir ay falan istirahət eləsin, sonra başlasın yavaş-yavaş. IELTS-ini alsın, SAT-sini alsın və yaxud da bu imtahanı hazırlaşsa, CSA imtahanını versin və artıq 11-ci sinifdə rahat olsun. Bunun başqa bir övladınızın yəni tələbənin öz rahatlığından əlavə başqa bir səbəbi də var. Niyə? Çünki yaxşı universitetlər bəzən oktyabr, noyabr aylarında açır və qısa müddət sonra bu qəbulları bağlayır. Siz artıq həmin universitetlərə müraciət edə bilmirsiniz, əgər siz alacaqsınızsa iyulda hər hansı bir sertifikatınızı. Nəysə, bugün əsasən CSA imtahanından danışacağım, amma detallı digər videolarımda qəbul proseslərindən də danışacağım. Okay. Dediyim kimi bayaq, bu sistem niyə var? Müxtəlif təhsil sistemləri arasında ədalətli qiymətləndirmək üçün, akademik hazırlıq üçün vahid standart, yəni universitet bilsin ki, kim gəlib mənim qapımdan içəri girib təhsil alacaq burada, bunun səviyyəsi nədir? Təqaüd və qəbul üçün merit əsaslı seçim daha ədalətli olmaq üçün. Növbəti səhifəmizə keçək. Deməli, imtahanın quruluşu və fən tələbləri. Riyaziyyat. Təbii ki, riyaziyyat bütün müraciətlər üçün məcburidir. Əgər siz CSA imtahanı ilə universitetə qəbul almaq istəyirsinizsə,
Riyaziyyatdan qaçış yolu yoxdur. Riyaziyyatdan imtahan verirsiniz. İmtahan müddəti 60 dəqiqə olur və 48 sualdan ibarət olur. Növbəti videolarda mən bəzi misallar da göstərəcəm ki, hansı tip suallar düşür imtahanda və siz əgər ingilis dilində təhsil alacaqsınızsa sadəcə riyaziyyat imtahanı verirsiniz. Dil isə həm siz riyaziyyat ingilis dilində, həm də Çin dilində verə bilərsiniz. Bu artıq qalıb sizin seçiminizdən hansı dildə təhsil almaq istəyirsiniz. Sonra gəldi fizika. Fizika yenə 48 sualdan ibarətdir və 60 dəqiqə vaxtınız olacaq. Həmçinin ixtisasınızdan, yəni hansı dildə oxumaq istədiyinizdən asılı olaraq ingilis və ya Çin dillərində imtahan verə bilərsiniz. Fizika kimlər üçün lazımdır? Mühəndislik, kompüter elmləri, fiziki elmlər üçün bu fizika fənni tələb olunur. Yəni fizikadan imtahan verməlisən ki, sən mühəndislik fakültəsində oxuyasan. Bir şeyi də nəzərinizə çatdırım. Mühəndislik fakültəsində oxumaq üçün fizikadan da imtahan verməlisiniz, okey? Riyaziyyat da olmalıdır orada. Və yaxud da əgər tibbdə oxumaq istəyirsinizsə, kimya və riyaziyyatdan imtahan verməlisiniz. Həmçinin kimya mühəndisliyi, bioloji elmlər və s. Yenə dil eyni şəkildə dediyimiz kimi qalır və imtahan 60 dəqiqə 48 sualdan ibarət olur. Deməli, vacib qeydi aşağıda yazmışam, indi demək istəyirəm. Sadəcə gənclər və yaxud da kim məni izləyirsə, əgər siz hər hansı bir universitet artıq məqsədinizdə var ki, mən Çində A universitetində təhsil alacağam. Girirsiniz həmin A universitetinin deməli saytına. O sayt sizdən nə istəyir? Məsələn, tibbdə oxumaq istəyirsiniz. Fizika, elə universitetlər var ki, fizika, kimya və riyaziyyat imtahanları məcburidir. Məcburidir. Amma bəzi universitetlər var ki, sizdən sadəcə kimya və riyaziyyat istəyir. Ona görə də girib səhifədə mütləq baxmalısınız. Humanities Chinese var, yenə imtahan 90 dəqiqədir, 80 sualdır və yalnız Çin dilində təhsil alan tələbələr üçündür bu imtahan. Əgər siz məsələn gedib Çində tibbi Çin dilində oxuyacaqsınızsa, bu imtahanı mütləq verməlisiniz. STEM Chinese-də eyni şəkildə əgər siz Çində təhsil alacaqsınızsa, bu dəfə humanitar deyil, yəni incəsənət yönümlü deyil, mühəndislik yönümlüdürsə, sizin seçdiyiniz ixtisas, dediyim kimi Çin dilində təhsil alacaqsınızsa, STEM imtahanını, STEM Chinese imtahanını mütləq verməlisiniz. Növbəti PDF-lərdə də mən bu haqda danışmışam ətraflı. Siz də bunu götürün, detallı şəkildə araşdırın, oxuyun ki, əgər CSE imtahanı ilə qəbul almaq istəyirsinizsə, sizə nələr lazımdır, indidən buna hakim olmalısınız. Çünki vaxt azdır və tələb çoxdur. Burada da yazmışam. Elm və mühəndislik, kənd təsərrüfatı, tibb ixtisasları adətən fizika və kimyadan ən azı birini tələb edir. Amma bəziləri var ki, ikisini də tələb edir və bu sizin müraciət edəcəyiniz universitetdən asılıdır. Onu mütləq yoxlayın. Gəlin baxaq seçəcəyimiz fənlərdən. Bizim seçəcəyimiz fənlər asılıdır ixtisasımızdan və tədris dilimizdən. Bayaq dediyim kimi, indi gəlin biraz daha detallı araşdıraq. Aşağıdakı, baxın, bu çox önəmlidir. Bu sadəcə mənim riyaziyyat müəlliminin araşdırıb yazdığı qeydlərdir. Hansı ki, bunlar tamamilə rəsmi deyil. Mən onların öz saytlarından istifadə eləmişəm. Təbii özümdən nəsə yazmamışam. Rəsmi saytdan istifadə eləmişəm. Amma bu zaman-zaman dəyişə bilir və həmçinin universitetdən asılı olaraq sizin tələbləriniz də dəyişə bilər. Biz universitetin tələblərindən danışmırıq. CSE-in tələblərindən danışırıq, okey? Gəlin baxaq kateqoriya A. Dizayn, film və incəsənət ixtisasları seçiriksə. Deməli, bunun üçün əgər siz Çin dilində təhsil almaq istəyirsinizsə, Humanities Chinese və riyaziyyat imtahanları verməlisiniz. Yox, əgər ingilis dilində təhsil almaq istəyirsinizsə, sadəcə riyaziyyat imtahanı verirsiniz və bu qədər söhbət bağlanır. Burada yaxşı bir qeyd yazılıb. Yazmışam ki, memarlıq barədə qeyd. Bəzi universitetlər, yenə də siz girib universitetin öz saytından araşdırmalısınız. Memarlığı incəsənət deyil, mühəndislik kimi tanıyır və bu halda bizdən fizika imtahanı da tələb eləyir. Ona görə biz baxmalıyıq ki, tam olaraq hansı universitetə müraciət edirik və onun tələbləri nədir, ehtiyaca binaən də imtahanımızı veririk. Getdik növbəti hissəyə, STEM ixtisasları, yəni kompüter elmləri, fizika və riyaziyyat. Deməli, əgər biz yenə Çin dilində tədris edəcəyik, yəni Çin dilində oxuyacaqsa universitetdə STEM Chinese imtahanı mütləq olmalıdır. Riyaziyyat və fizika imtahanları verməliyik sırf bunlar üçün. Digər halda əgər ingilis dilində təhsil alırıqsa, sadəcə ikisi riyaziyyat və fizikadan imtahan mütləqdir. Bu da yenə girib siz yoxlayırsınız rəsmi universitetin səhifəsindən. Məsələn, tibbdə oxumaq istəyirsinizsə, riyaziyyat, kimya, Çin dili üçün STEM Chinese, ingilis dili üçün sadəcə riyaziyyat, kimya. Yenə bura qeyd eləmişəm. Bəzi universitetlər fizikanı da tələb eləyə bilir. Ona görə biz seçəcəyimiz universitetdən asılı olaraq baxırıq, 100 dəfə deyirəm. Niyə? Çünki bəzən biz qarışdıra bilirik. Tamamilə yeni sistemdə özüm də 100 dəfə oxumuşam bunu.
Aha, sonra sosial elmlərdə yenə riyaziyyat elmlərin şahıdır. Hər yanda biz varıq və ingilis dilində təhsil üçün sadəcə riyaziyyat lazımdır. Əgər siz iqtisadiyyat, hüquq, beynəlxalq münasibətlər və biznes oxumaq istəyirsinizsə. Aha, mən də buraya yazmışam. Digərlərini oxumayacağam hal-hazırda. Siz özünüz hansına ehtiyacınız varsa baxarsınız. Riyaziyyat ümumilikdə 100 baldır və qeyd etmişdik ki, 60 dəqiqə vaxtımız olur. 60 dəqiqə və 60 dəqiqə ərzində 48 sual olur. Bu 48 sual isə sırf bu mövzulardandır. Çoxluqlar və bərabərsizliklər, funksiyalar, həndəsə və cəbr, ehtimal və statistika. Biz düşünə bilərik ki, SAT ilə oxşardır. SAT ilə fərqliliklər çoxdur. Mən suallarda çox fərqliliklər gördüm. Məsələn, trigonometri SAT-də yoxdur və yaxud da funksiya bu qədər təyin oblasti, qiymətlər oblasti ehtiyac olmur. Həmçinin həndəsədə vektorlar yoxdur, kompleks ədədlər yoxdur. Əvvəl SAT verənlərin vaxtında yadındadırsa, o vaxt olduğu olurdu bu mövzuların. Və önəmlisi nədir? Biz kalkulyator istifadə edə bilmirik. Kalkulyator olmaz bu imtahanda. Deməli, kalkulyatorsuz giririk, desmalsız alımız necə olacaq bilmədən girib bu mövzulardan imtahan yazırıq 1 saat ərzində. İmtahan hansı sistemdə olacaq? İndi o növbətlərdə onu danışacağıq. Fizikanı da qeyd eləmişəm bura, siz özünüz baxarsınız. Riyaziyyatçı olaraq ancaq ayrı seçkili saldım. Kimyada burada var. Hansı mövzular sizə lazımdır, hansı mövzular düşəcək və əgər siz Çin dilində təhsil alacaqsınızsa, Professional Chinese imtahanı da burada var. Təsəvvür edin, siz fəlsəfədən də imtahan verirsiniz. Özü Çin dilində. Çin dilində fəlsəfədən imtahan verən hər halda baş üstə gəzən insan olmalıdır. Aha, Çin təhsil sistemi. Deməli, CSE imtahanı düzgün anlamaq Çin təhsil sisteminin məntiqini başa düşmək vacibdir. Deməli, bayaq dediyim kimi, onların öz Gaokao imtahanları var idi ki, bütün tələbələr bu imtahanla universitetə qəbul olurdu. Artıq beynəlxalq tələbələrdən də Gaokaoya oxşayan bir imtahan tələb etməyə başlayıb bu Çinlilər. Aha, deməli, CSE bu boşluğu doldurmaq üçün yaradılıb. Nəyi? Beynəlxalq tələbələr üçün Gaokaoya bənzər standart mexanizm yaratmaq. Already said. Universitetlərin vahid ölçü ilə seçim etməsini təmin etmək, akademik keyfiyyəti artırmaq. Artıq Çin özünə sadəcə savadlı gəncləri qəbul etmək istəyir. Qiymətləndirmə və etibarlılıq. Biz qeyd etdiyimiz kimi imtahan 100 bal üzərindəndir. Məsələn, siz əgər fizik və kimyadan imtahan vermisinizsə, sizin 200 balınız olmalıdır. Fizika, əgər tibbdə oxuyursunuz və universitetiniz tələb edirsə ki, sizdən riyaziyyat, fizika, kimya imtahanları üçü də 300 bal üzərindən hesablanır. Universitet adətən özü minimum keçid balını təyin edir. Bəzi ixtisaslar üçün daha yüksək bal tələb eləyə bilər. Bu universitetin öz seçimidir və təqaüd üçün daha yüksək bal lazımdır. Aha, yenə də keçid balı universitetlər üçün vahid şəkildə təyin edilməyib. Hər universitetin öz keyfinə uyğun balı var. CSE imtahanı da SAT və IELTS kimi 2 il müddətində keçərlidir və 2025-in dekabrında ilk dəfə bu imtahan olub. İndi 26-27-ci illərdə də istifadə olunacaq. Oluna bilər yazmışam, amma çox böyük ehtimalla ki, olunacaq. Artıq bu dəqiqləşib. Siz yenə də davamlı olaraq yenilənmiş sistemdə yoxlayın onların saytlarına. Mən də gündəlik olaraq baxıram. Yenidən imtahan. Tələbəyə istədiyi halda yenidən imtahan verə bilir. SAT kimi. Məsələn, siz dekabrda imtahan vermişsiniz, dekabrda balınızdan razı deyilsiniz və yenidən yanvarda və yaxud da mart ayında yenidən imtahan verə bilərsiniz. Puluna minnət. Aha. Deməli, müraciət təqvimi və planlaşdırma. Çox əla bir PDF-dir, uşaqlar. Mən bunu qısa-qısa üstündən keçirəm, amma siz davamlı olaraq analiz eləyin. Bununla yanaşı açıb CSE-in öz səhifəsində də baxın, qeydiyyat üçün CSE qoymuşam bura. Bu linkdən də siz araşdırın və özünüzə lazım olan hissələri dəqiqləşdirin. Həmçinin sualınız olarsa bildiyim hissədən sizə məmnuniyyətlə cavab verərəm. Gəlin baxaq mərhələ və hazırlıq. Məsələn, hədəf universitet proqramları araşdırın. Məsələn, siz Fudan Universitetini seçmişsiniz. Girirsiniz Fudan Universitetinin saytına. Hansı ixtisasda təhsil almaq istəyirsiniz? Məsələn, memarlıqda təhsil almaq istəyirsiniz. Girirsiniz memarlığa və o sizdən nələr istəyirsə, o üzrə hazırlaşırsınız. Yəni, bəlkə o sizdən heç fiziki işlər istəməyəcək, ancaq kimya istəyəcək. Bu sadəcə universitetdən asılıdır. Aha, dediyim kimi fənlərə müraciət eləməli və intensiv hazırlığa minimum 6 ay əvvəldən başlamaq tövsiyə olunur. Yəni, bu tamamilə yeni proqramdır. Bu, üzərində işlənməli olan proqramlardandır və ən azı 6 ay əvvəl mən tövsiyə edirəm ki, heç olmasa 1 il əvvəl məşğul olun ki, biz artıq bir neçə dəfə imtahan verə biləsiniz sizin son nəticənizdən əvvəl.
Okey. Sonra CSE qeydiyyatınızı edirsiniz və imtahan haqqını ödəyib imtahana daxil olursunuz. Bir fən $63, yəni 110 manatdır. 2 və daha çox fən 170 manat olur. Siz yenə bunu imtahan bileti alanda bu yenilənə də bilər. Mən məsələn 2 həftə əvvəlki qiymətlərlə və yaxud da sistemlə yazmışam. Yenilənə də bilər. Siz girib bunu araşdırın zəhmət olmasa. Onlayn imtahan üçün o qədər dərin texniki istəkləri var ki onların. Onları ödəməyi də növbəti mərhələlərdə danışacağam, amma onlayn imtahanı biraz çətinləşdiriblər. Çətinləşdiriblər deyəndə deyirlər şəffaf şəkildə dürüstcə gəl imtahanı ver, çıx get. Aha, imtahan dövrü. Deməli, imtahan hansını seçirsiniz? Tutam ki, riyaziyyat. Biz yenə riyaziyyatdan yapışırıq. Okay. Nəticələr açıqlanır məsələn. 7 gün ərzində əgər onlayn götürmüsünüzsə, yox, əgər siz kağız imtahanı verirsinizsə, 14 gün ərzində onu qeyd edeyim ki, Azərbaycanda ancaq onlayn şəkildə imtahan vermək mümkündür. Digər halda bu mümkün deyil. 7 gün ərzində deməli onlayn şəkildə siz imtahanı cavabını ala bilirsiniz. Tarixlər növbəti imtahan məsələn 15 martda artıq açıqlanıb, amma mən baxdım bilet almaq mümkün deyil 15 mart üçün. Növbəti imtahan aprel üçündür, hələ biletlər açılmayıb. Aprel, iyun və dekabr 2026-cı ildə növbəti 3 imtahan bizi gözləyir. Aha, indi baxaq universitetlərə necə müraciət eləyək ki, inşallah qəbulumuzu alaq. Deməli, birinci yəni əla variant budur. Stressiz şəkildə çiçək kimi, yağ kimi işləriniz gedir. CSE imtahanını dekabr və yanvar aylarında artıq vermisiniz, təsəvvür vermisiniz və sertifikatınız əlinizdədir. Bitib yəni bundan. Okay? Məsələn, siz artıq universitetə verəcəksiniz, dekabr və yaxud da yanvar ayında sizin sertifikatınız əlinizdədir. Dekabrın sonu, yəni fevralın əvvəli uzağı çəkir ki, sizin sertifikatınızın gəlməyi. Universitetə müraciət fevral-aprel aylarında, mart-may aylarında qəbul və cavablar, may-iyul ayında viza müraciəti. Bunlar hamısı sizin növbəti steplərinizdir ki, hansı ki, universitetə qəbul üçün bunları edirsiniz. Amma ikinci variantımız da var. Mart-aprel, əgər məsələn dekabrda imtahanınızı verdiniz, bəyənmədiniz, mart və ya apreldə də imtahan verirsiniz. İmtahan verirsiniz. Aprelin sonu təxminən cavablarınız çıxır. Aprel-iyun aylarında universitetə müraciət və qəbul gəlir sizə təxminən iyulun əvvəli, sonra viza və başlasın tələbəlik həyat. Son şans, işinizi sona saxlamayan imtahanı siz iyunda verirsiniz. İyunun sonu nəticəniz gəlir. İyulda universitetə müraciət edirsiniz. Gerisi bizdə yoxdur. Çünki mən bilmirəm ki, onlar nə cavab verəcək və vizaya çatılacaqmı? Vizadan əlavə orada çox problemlər var. Yəni çox steplər var ki, siz onları keçmisiniz, problem deməyək. Sadəcə yol var. Siz o yolu getmək üçün məsələn daha tez çıxmalısınız. Tam ki, mən Sumqayıtda yaşayıram, Bakıya getmək üçün 5 dəqiqə əvvəl evdən tez çıxa bilir. 5 dəqiqə əvvəl evdən tez çıxa bilmərəm ki, Bakıda olacağam 5 dəqiqə sonra. Mən mütləq evdən ən az saat yarım tez çıxmalıyam ki, gedəcəyim yerə rahat çata bilim. Viza və hazırlıq. Aha. Bunlar hamısı sizin artıq özünüzün araşdıracağı hissələrdir. Mən bunu hər ehtimala qarşı burada qeyd eləmişəm ki, sizin işinizə yarayacaq. Siz bunu araşdırın. Burada da nümunə olaraq plan hazırlamışam. Məsələn, oktyabra qədər qərar verdiniz ki, okey, mən CSE imtahanına hazırlaşıram və hazırlığa başladınız. Məsələn, riyaziyyatdan biz hazırlığa başladıq. Aha. Başlayırıq oktyabrda dekabra qədər imtahana hazırlıq. Oktyabr, noyabr, dekabr çox qısa bir haldır. Əgər siz dekabrda fikirləşirsinizsə, ən geci mayda artıq hazırlaşmağa başlamalısınız. Dediyim kimi, ən geci mayda. Çünki dekabrda yaxşı olar ki, bu sertifikat alınsın. Sonra artıq növbəti steplərə keçəsiniz. Çünki məsələn, dekabrda imtahan verildi, yanvarda nəticələr alındı. Nəticələr alınandan sonra baxın, işlər elə ki, yağ kimi gedir. Hər yerdə sizə yaşıl işıq yanmağa başlayır. Əsas odur ki, yaxşı nəticəniz gəlsin. Aha, ümumi qayda, imtahan planlaşdırılan qəbul tarixindən 6-8 ay əvvəl vermək tövsiyə olunur. Yəni siz artıq 11-ci sinifə başlayırsınızsa, deməyin ki, davay mən imtahan verirəm. Yox, 10-cu sinifdən bu sertifikatı alın, 9-dan hazırlaşmağa başlayın. 10-cu sinifdə bu sertifikatı alın, ya Allah təzə ilə başlayın. Nəticələrin açıqlanması 1-2 həftə çəkir. Müraciətlərə baxırlar 1-3 ay ərzində. Bu Çinə aiddir. Çox universitet onsa belədir. Aha. Özünüzə burada vaxt saxlayırsınız. Lazım olarsa, heç olmasa bir ay vaxtım olsun ki, mən yenidən imtahan verim. Və viza prosesləri də təbii ki, vaxt alır. Növbəti səhifəmizə baxaq. Qeydiyyat prosesi. Qeydiyyat necə aparılır? Burada qeyd etdiyimiz kimi cca.cn saytından daxil olaraq siz hesab yaradırsınız. Orada mən artıq hesabımı yaratmışam.
Həmişə ən son tarixləri öyrənmək, qeydiyyat pəncərələri hər imtahan üçün əvvəlcədən elan olunur və ən son tarixləri üçün portalı yoxlayın gənclər, okey? Portalı yoxlamaq mütləq önəmlidir. Bu da ki, bizim portalımızdır. Deməli, burada qeydiyyat prosesini yazmışam addım-addım. Siz oxuyursunuz. Birinci hesab yaradırıq dediyimiz kimi. Sonra ərizədən bizdən nələr istənilirsə, onun məlumatları doldururuq. Fən seçirik. Fən seçərsən, seçdiyimiz universitetə əsasən bu fənləri seçirik və imtahan vaxtını alırıq və rejimini seçirik. Onlayn mı istəyirik, paper-based mi istəyirik. Şəkil, şəxsiyyət vəsiqəsinin məlumatlarını yükləyirik və ödənişimizi eləyib 110 və 170 manat idi səhv eləmirəmsə, imtahanı yəni biletimiz artıq var. Yəni, hazırlaşırıq ki, imtahana girək. Texniki tələblər çox sərt şəkildə tətbiq olunur bu tələblər. Evdən onlayndırsa, xüsusən evdən onlayn formada keçirilirsə, deməli bizə həm süni intellekt yoxlayır, həm də orada insan olur ki, o bizə nəzarət eləyir. Yəni 2 yoluna yoxlanılır biz. Əsas cihaz kompüter Mac olmaz. Deməli, Windows 10, 11 və ya Windows 7 SP1 olmalıdır. Yaddaş ən azı 2 GB boş yer. Bunlar çox önəmlidir. Gənclər imtahandan əvvəl bunları yoxlayın. Ekran olmalı, yəni burada istənilən kimi olmalıdır. Bunları rəsmi saytdan götürüb. Audio və dinamiklər tələb olunur. Yəni simsiz qulaqlıq olsun, AirPods olsun, bunların heç biri olmaz, qadağandır. Sonra qələm kağız alətləri olmaz. İmtahanda yanında qələm olsun, A4 olsun, bomboşdur, üstündə heç nə yoxdur, mümkün deyil. Demək, balaca ağ lövhələr olur. Biz notlar yazırıq, məndə var idi, indi yoxdur yanımda. Ağ not table'ları olur. Hansı ki, onun üstündə markerlə yazırıq, elə A4 boyda. Bax, bir də ondan alırsınız və onun üzərində yazırsınız, balaca da silgi olsun, yanında salfetkadır, belə şeylər yox. Bir dənə silgi, balaca silgilər olur. Alırsınız, yazdınız, sildiniz, qısa calculationlarınızı orada eləyirsiniz və bu çox önəmlidir. İmtahan sonunda kameranın önündə də yazılarınızı silməlisiniz. Məsələn, bu bizim deyək ki, həmin lövhəmizdir, ağ rəngdə. Biz ora markerlə, qara və yaxud da göy markerlə yazdıq. İmtahandan sonra bunu silib, yoxlayan insana göstərməliyik ki, qurtardım. Yəni, sildim, heç bir not almamışam və şəffaf şəkildə imtahanı tərk edirəm. Ümid edirəm, sizi yormadım. Növbəti slaydımıza keçək. 2 cihaz quraşdırma təlimatı. Deməli, bu şəkildə biz imtahan veririk. İmtahanda bir kompüter bizim qarşımızda olur, bu şəkildə bizi çəkir. Biri isə arxadan, burada yazmışam 45 dərəcə ilə sizi və ekranınızı çəkməlidir. Çəkməlidir ki, onlayn şəkildə sizin imtahanınız qəbul olunsun. Tripod və yaxud da nəyəsə dayanırsınız, sizin telefonunuzu və bucaq 45 dərəcə olur təxminən, onu 100% ölçmək çətindir, amma burada təxmini göstərmişəm ki, nə şəkildə olmalıdır. Görünüş kamera sizi profil şəklində əllərinizi və kompüter ekranınızı, masanızı görməlidir. Yəni, əli görməlidir ki, siz nəsə cheating eləmirsiniz, köçürmə yoxdur burada. Cihaz parametrləri, telefon uçuş rejimində olur, kompüterdə Wi-Fi mütləq açıq olmalıdır və kompüteri şarjda saxlayın ki, kompüter söndü, filan şey oldu, bu problemləriniz olmasın. Çünki dediyim kimi, çox ciddi bir nəzarət var orada. İmtahan necə keçirilir? Kompüteri dedik, yazmışam burada, oxuyarsınız. İnternet bağlantısından danışdıq ki, internet yaxşı olmalıdır. İkinci cihaz hansı ki, bizi arxadan çəkəcək. İmtahan mühiti özəl, sakit, qapalı otaq. Bomboş, sakit və qapalı otaq olur. Masada heç bir kitab, qeyd və icazəsi material olmur. Ancaq o ağ lövhənizi və markerinizi götürüb başlayırsınız və başqa otaqda heç kim olmamalıdır. Tək girirsiniz və imtahana başlamazdan əvvəl də siz otağı da çəkib göstərirsiniz ki, mən burada təkəm. İmtahanda olmaz yemək ya da nəsə içmək, kitab, dəftər dediyimiz kimi kalkulyator. Bu SAT-dən sonra uşaqların yaralı yeri olacaq. Çünki biz ən sadə suallarda Desmosla həll eləyirdik. Qrafik kağız və ağ lövhə və ya marker ola bilər. Qrafik kağız, yəni dediyimiz kimi ağ lövhə olur və yaxud da belə marker ola bilər. Mərkəzi kompüter imtahanı, deməli bu hələ ki Azərbaycanda yoxdur, ancaq Vyetnam, Tayland, Hindistan, Cənub Koreya, Malayziya, Qazaxıstan və Yaponiya ölkələrində var. Hal-hazırda Azərbaycanda yoxdur, ona görə mən bunu keçdim. Siz əgər gedib xarici imtahan verəcəksinizsə oxuyun. Və imtahan günü qaydalar və cədvəl. Demək, kağız imtahanında onlayn 7 günə, kağız 14 günə çıxır. Otağı təmizləyin, heç kim olmamalı, kitab elektronik olmamalıdır. Danışdıq bu haqda. 30-60 dəqiqə əvvəl daxil oluruq. Pasportumuzu kameraya göstəririk, hansın ki biz sistemdə də yazmışıq və kameranızı otaqda 360 dərəcə döndərirsiniz ki, görsünlər ki, bu uşaq otaqda təkdir.
İmtahan zamanı yerindən qalxmaq qadağandır, fövqəladə hal olarsa artıq o nəzərə alınır. Göz kontaktı, ekrana baxın, tez-tez baxış istiqamətini dəyişmək. Bilirsiniz, bayaq demişdik, AI və normal insan olur orada sizi yoxlayan. Tez-tez harasa baxmaq, kameradan gözünü yayındırmaq. Artıq AI şübhələnir ki, siz cheating edirsiniz. Ona görə olmaz. Artıq bunu demişik. Yalnız ağ lövhə və internetinizdə yaxşı olsun. İmtahandan sonra scroll submitted successfully mesajını gözləyin və lövhəni tamamilə silin, proqramı bağlayın və çıxın. Gözləyin bir həftədən sonra görək cavablar necə gəlir. Texniki hazırlıq yoxlama siyahısı. Aha. Deməli, Mac dediyimiz kimi hazırda dəstəkləmir, ancaq Windows olur. Burada da yazmışam hansılar yaxşıdır və siz hansı proqramlardan, bağlantılardan və s. necə test etməlisiniz. Məsələn, bağlantınızı speed testlə yoxlayın imtahandan əvvəl, ehtiyatda nələr saxlayın özünüzlə və ya da web kamera necə olmalıdır. Bunları artıq detallı şəkildə oxuyun, baxın. Sualınız olarsa cavablayaram. İmtahandan əvvəl test cədvəli. Aha. Deməli, imtahan proqramını quraşdırırıq, rəsmi sistem uyğunluğunu yoxlayırıq, mikrofon aydınlığını test edirik və s. 2 həftə əvvəl internet sürətini olsa bu biraz çox tez oldu, amma olsun da hər ehtimala qarşı 1 həftə əvvəl, 2-3 gün əvvəl də imtahan dilini seçməkdə əmin olun ki, hansı dildə seçmisiniz. Son dəfə sistemi yoxlayın, bilin ki, dəqiq düz imtahandan, düz qeydiyyatdan keçmisiniz və s. Mənim bir tələbəm var idi, IELTS imtahanına, SAT dərsim idi qrupla. IELTS imtahanından getmişdi, bir də görün dərsin ortasında qayıtdı, gəldi. Nə olub? Deyir, bileti səhv almışam. Uşaq götürüb bileti anasının adına alıb. Yəni elə səhvlər eləməyin, imtahanı əvvəlcədən yoxlayın. Aha, burada simsiz qulaqlıq olmaz. Mac OS. Yəni burada vacib xatırlatmalar yazmışam ki, qulaqlıq olmaz, ikinci kamera mütləq olmalıdır və MacBook qəbul olunmur. Növbəti videolarda mən inşallah danışacağam bizə bəzi riyaziyyat suallarından. Burada çalışmışam ki, ətraflı olaraq bütün suallara cavab verim və suallara aydın şəkildə yazım. Yenə də sualınız olarsa, əsasən səhifənin özündən, yəni legal olaraq onların səhifəsindən araşdırın. Bu səhifə buradadır, araşdırın. Yenə sualınız olarsa cavablamaqdan məmnun olaram və növbəti videolarda dediyim kimi riyaziyyat hansı tip suallar olur, onların analiz videosunu çəkəcəm. Əgər bu video sizin üçün faydalı oldusa və Çində oxumaq arzusu olan yoldaşlarınız varsa, onlarla paylaşsanız məmnun olaram. Sağ olun, görüşənədək.